Salam, əziz və dəyərli Çağdaş təhsil izləyiciləri, əziz şagirdlərimiz və əziz müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl rayonlarından biri olan Qəbələ rayonu Vəndam kəndinin qabaqcıl nümunəvi müəllimlərindən birini sizə təqdim edirik. Müəllim, özünüzü təqdim edin, zəhmət olmasa. Mən Məmmədov Məmməd Rahim, Hacəmmədoğlu. Neçənci ildə doğulmusunuz, harada doğulmusunuz? 1957-ci ildə Vəndam qəsəbəsində anadan olmuşam. Neçənci ildə hansı məktəbi bitirmişsiniz? Hansı məktəbdə hansı fənni neçə il tədris eləmişsiniz? 1975-ci ildə Vəndam bir saylı orta məktəbini bitirib Bakı Bədən Tərbiyə İnstitutuna daxil olmuşam. 42 il müəllim işləmişəm. Onun 2 ili Seyidqışdaq kənd 8 illik məktəbində, qalan illə 40 ilini Vəndam bir saylı orta məktəbində bədən tərbiyə fənnini tədris eləmişəm. Çox gözəl. Biz eşitdik ki, sizin uğurlu yetirmələriniz və uğurlarınız çox olub. Bir çox uğurlarınız var. Onlardan bir neçəsini bizə deyərdiniz, zəhmət olmasa. Deməli, bir neçə dəfə şagirdlərim Respublika çempionatında iştirak edibdi. 3-cü yerə çıxanlar olub. Hətta bir qızımız yüngül atletika üzrə Respublika çempionatında iştirak edib, o da 3-cü yerə çıxmışdı. Futbol üzrə Respublika çempionatında iştirak eləmişik. Sonra sərhəd yarışında hazırlayıb. Orada Respublika üzrə 1-ci yerə çıxmışıq. Çox gözəl. Bir ildə 2-ci yerə çıxmışıq. Nailiyyətlərimiz çox olubdur. Çox gözəl. Biz eşitdik ki, siz çox gözəl müəllimliklə bərabər həm çox gözəl ata olmuşsunuz, çox gözəl həyat yoldaşı olmuşsunuz, çox gözəl baba olmuşsunuz. Neçə övladınız, neçə nəvəniz var? Mənim 4 evladım var, ikisi oğlandır, ikisi qız. Oğlanlar ikisi də ali təhsillidir. Qızlarım pedaqoji orta təhsillidir. Bəs neçə nəvəniz var? 10 nəvəm var. Ay maşallah, nəticəniz var? Nəticəm yoxdur, yox. İnşallah ki, sizə Çağdaş təhsil komandası olaraq nəvələrinizlə, nəticələrinizlə bir yerdə bu çəkilişlərə baxmağı arzu edirik. Çox sağ olun, çox sağ olun. Siz sağ olun. Biz də sizə Çağdaş təhsil komandası adından öz təşəkkürümüzü bildiririk ki, xoş xatirələrinizi, xoş günlərinizi, xoş anlarınızı bizlə bölüşdünüz. Çox sağ olun. Bəs buradan gələcəkdə sizə baxacaq 5 il, 10 il, 15 il sonra bu kadrlara baxacaq olan nəvə nəticələriniz, gələcək nəsillər, onlara ürək sözünüz nə olardı? Mən onlara ürək sözüm olardı ki, onlara xoşbəxtlik arzulayıram. Həyatda yaxşı yaşamağı bacarsınlar, onu arzulayıram. Arzu eləyirəm ki, nənə babalarının yolunu davam etdirsinlər. Biz də sizin arzulara qoşulub amin deyirik. Çox sağ olun, çox sağ olun. Sağ olun.